Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Məqalənin adı mütəvatirlik iddiası, yoxsa hiləgərcəsinə sayı artırmaq cəhdi. Müəllif İbrahim Əs-Saduq. Bu məqaləni yazmağımda əsas səbəb qardaşlardan birinin mənə ünvanladığı sual və özünü əhl-sünnə adlandıran Samir Firdovsoğlu'nun iddialarıdır. O öz məqaləsində güya Həzrət Əlinin Küfə minbərində Peyğəmbərdən sonra bu ümmətin ən xeyirlisi Əbu Bəkir və Ömərdir dediyini iddia edir. Biz bu yazıda qarşı tərəfin necə hiləgərcəsinə rəvayət sayını artıraraq mütəvatirlik görüntüsü yaratmaq istədiyini ifşa edəcəyik. Say oyunu 90 yoxsa 3-4. Riyazi olaraq baxanda görürük ki, bu 90 silsilənin hamısı gəlib Küfədə bir neçə nəfərin boğazında düyünlənir. Bu eyni ilə bir bulaqdan çıxan suyu 90 dənə balaca boruya paylamağa bənzəyir. Boru çox ola bilər, amma su eyni bulağın suyudur. Əmr Əş-Şəbi kimdir? Əmr Əş-Şəbi 18-dən çox isnadda iştirak edir. Yəni 18 fərqli yolla bu hədisi yayıb və bizim hörmətli Samir müəllim də yüngülvari sehirbazlıq edərək öz məqaləsində bunu 18 fərqli sənəd kimi təqdim edib. Bu kişi Əməvi xəlifəsi Əbdülməlikin sağ əli, Həccacın qazısı idi. İndi özünüz düşünün, Əməvi sarayının çörəyini yeyən bir adam əlinin ağzı ilə Əməvi ideologiyasını, yəni şeyxin bizdən üstündür söhbətini yaymalı idi. Üstəlik, imamın vəfalı dostu Haris Ələvara yalançı deyib böhtan atan da elə bu Əş-Şəbi olub. Həmçinin Əş-Şəbi Həzrət Əli şiyəsi olan Haris Əl-Avara yalançı deməsinin səbəbini Əl-Qurtubi öz təfsirində izah edir. Haris Əl-Avar Həzrət Əlini Əbu Bəkir və Ömərdən üstün tuturdu. Şəbi onu qısqanıb, böhtan atıb, Şəbi özü Əbu Bəkiri, Öməri, Osmanı üstün bilirdi. Əl-Qurtubi təfsir kitabı 1-ci cild səhifə 5. Həmçinin Əş-Şəbi Əməvi muzduru olan Əbdülməlik bin Mərvanın elçisi kimi Bizansa göndərilən nökərdir. Həmçinin Əş-Şəbi İslamda məşhur olan Mübahlə ayəsinin təfsirində Həzrəti Əlinin adını Bəni Ümeyyə eşqinə görə gizlədən zındıqdır. Bütün müsəlmanlar ittifaq ediblər ki, bu ayənin təfsirində 5 nəfər olub. Həzrəti Muhammed, Həzrəti Hüseyn, Həzrəti Həsən, Həzrəti Əli və Həzrəti Fatimə aleyhimussalam. Əş-Şəbi adında bir zındıq çıxıb, deyir ki, yox, Əli orada olmayıb, bu sadəcə bir faciədir. Təbərinin təfsirində oxuyuruq. İbn Hümeyd nəql edir. Dedi ki, Cərir bizə danışıb dedi ki, mən Müğeyrəyə dedim. İnsanlar Nəcran əhli ilə bağlı rəvayətdə Əlinin də onların arasında olduğunu nəql edirlər. Müğeyrə dedi, amma Şəbi bunu zikr etməmişdir. Ona görə bilmirəm, bu Bəni Ümeyyə eşqindəndir, yoxsa Həzrət Əli həqiqətən orada olmayıb. Təfsir-ü Təbəri, cild 3, səhifə 407. Həmçinin Əbu Şeybənin müsənnəfində oxuyuruq. Əmr Əş-Şəbi demişdir. Əli qəbrə girənə qədər Quranı əzbər bilmirdi. İbn Əbu Şeybə, Əl-Müsənnəf, 6-cı cild, səhifə 146. Bir bu xainə baxın. Bütün ümmət bilir ki, Əli aleyhissalam natiqi Qurandır və Peyğəmbərdən mütəvatir şəkildə rəvayət olunmuşdur ki, Əli Quranla Əli ilədir. Həmçinin Qazi Əş-Şəbi bir cüt sürməli gözə satılan şəriət məsələsi ilə də məşhurdur. İndi isə gələk sizin o böyük tabiin və ədalətli qazi dediyiniz Şəbinin rəzalətinə. Zəhəbi bu biabırçılığı belə nəql edir. Əz-Zəhəbi Siyar-ı A'ləmin Nübala kitabında 4-cü cild səhifə 313-də belə deyir. Bir kişi və arvadı mübahisə edib Şəbinin məhkəməsinə gəlirlər. Şəbi qadına baxan kimi ağlı başından çıxır. Kişi də bu rəzaləti görüb şeir qoşur. Şəbi o qadına baxan kimi fitnəyə düşdü. Qadın barmaq ucları və sürməli gözləri ilə yoldan çıxartdı. Və nəticə budur ki, Şəbi kişi tərəfə qarşı zülm etdiyi qadının xeyrinə hökm verdi. Yəni burada Şəbi kişi haqlı ola qadını görüb gözəlliyinə vurularaq ərli qadının belə deyək, xoşlayaraq onun xeyrinə qərar vermişdir. Halbuki bu qərar ədalətsiz qərar idi. Ay bədbəxtlər, sizin sələf salih dediyiniz adamlar bir gözəl qadın görəndə şəriətə ayaqlar altına atıb, kişinin haqqını yeyib, fahişə xasiyyətli qadınlara peşkəş edirdilər. Bir sürməli gözə görə Allahın hökmünü dəyişən bu məhkəmə cırtdanları Həzrət Əlinin qarşısında ədalətmi göstərəcəklər. Nəticə budur ki, mütəvatirlik iddiasında olan bu xəbərin onurğa sütununu təşkil edənlərdən biri Əş-Şəbidir. Həzrət Əlinin düşməni Əməvi nökəri olub. Qeyd edək ki, Əş-Şəbi bu xəbərin birinci təbəqədən ötürən yayan ən əsas ravilərdən biridir. Yəni, Şəbini kənara qoysaq, bu xəbərin yarı hissəsi aradan getmiş olur. Əbu İshaq Əs-Səbi kimdir? 15-dən çox isnadda var və yenə də bizim hörmətli Samir Firdovsoğlu müəllim bunu 15-dən çox sənəd kimi təqdim edib. Çox güman ki, onun müqəddəs qələmi sürüşüb. Bu kişi axır vaxtlar qocalıb, yaddaşını itirmişdi, deyirdilər. Kimin kim olduğunu qarışdırırdı. Belə bir adamın dediyi rəqəm riyazi olaraq say artırmaqdan başqa bir şey deyil. Hətta o, İmam Hüseynin qatili ilə başqa şəxsi qarışdırırdı. Və ən əsası mütəvatirlik iddia edilən hədisin onurğa sütununu təşkil edən bu məlun Əbu İshaq Əs-Səbi kimdir? Gerçək yüzü kimdir? Onu atacaq. Həqiqətən bu zındıqda Əməvi nökər olmuşdur. Heç də təəccüb etmədik. Çünki Samir müəllim özünə söz verib, nasibilərdən ibarət ordu düzəldib,
Əhl-i Beyt tərəfdarlarına qələm savaşı açacağına. Əz-Zəhəbi özünün Siyar-u A'lam-ün Nübala kitabında 5-ci cild səhifə 393-də yazır ki, şərik dedi, ondan eşitdim deyirdi. Osmanın əmirliyinin bitməsinə 2 il qalmış doğulmuşam, yəni Əbu İshaqdan eşitdim. Əbu Bəkir bin Əyyəşdan Əbu İshaq bizə danışdı ki, Ziyad bin Əbih zamanında 6 və ya 7 qəzvədə döyüşdə iştirak etdim. Ziyad Muaviyyədən əvvəl vəfat etdi. Mən Ziyaddan daha xeyirli imam görmədim. Bir kişi ona dedi, Ömər bin Əbdüləzizi də gördünmü? Dedi ki, Ziyadın dövrü toy bayram, şənlik kimi idi. Diqqət edin, Ziyad bin Əbihdən daha xeyirli bir imam görmədim deyir və Ziyadın dövrü toy bayram idi deyir. Bu zındıq nasibi, indi gəlin baxaq görək, Samir müəllimin öz iddiasının əksəriyyətini üzərində qurduğu bu zındığın mədh edib, beyyət etdiyi Zeyd bin Əbih kimdir? Əbu İshaqın sevimli valisi, imamı Zeyd bin Əbih, Şiyə Əhl-i Beyt düşməni, cinayətkardır. Əbu Əşəs demişdir, Ziyad öz istəyinə qarşı çıxanlara Həccazdan daha qəddar idi. Yəni kim onun istəyinə qarşı çıxsaydı, o Həccazdan daha betər idi. İbn Şuvzəb demişdir, İbn Ömərə çatmış ki, Ziyad Muaviyyəyə yazmış, Əraqı sağ əlimdə tutmuşam, sol əlim boşdur və Hicaz üzərində təyin olunmağı xahiş etmiş. İbn Ömər demişdir, Allahım, əgər qətli kəffarət etsən, Sümeyyanın oğluna, yəni Ziyada qətl deyil. Sonra barmağında vəba çıxıb və ölmüşdür. Həsən Əl-Bəsri demişdir, Həsən İbn Əliyə çatmış ki, Ziyad Bəsrədə əlini şiyələrini izləyib öldürüb, İmam Həsən əleyhissalam da ona lənət oxumuşdur. Yəni Ziyad bin Əbihə. O Küfə əhlini toplayıb, onları Əbülhəsəndən, yəni Əli əleyhissalamdan bəraətə çağırmış. O vaxt 53-cü ildə vəba xəstəliyinə tutulmuşdur və ölmüşdür. Əz-Zəhəbi Siyar-u A'lam-ün Nübala kitabı 3-cü cild səhifə 495-də qeyd etmişdir. Əziz qardaşlar, bu cür zalım, Əli düşməni, Şiyə düşmənini övüb mədh edən, ona beyyət edən Əbu İshaq Əs-Səbi'i zındığının gətirdiyi xəbərlər Əməvi sarayının məhsulu ola bilər, mütəvatir yox. Qeyd edək ki, Əs-Səbi'i iddia olunan xəbəri birinci təbəqədən alıb ötürən ən əsas fiqurlardan biridir. Əş-Şəbi ilə birlikdə. Yəni Əbu İshaq Əs-Səbi və Əş-Şəbi bu iki nəfər bu mütəvatir hədisin onurğa sütununu daşıyır. Şureyh Əl-Qadi kimdir? 5-dən çox isnadda var. Vallah, adamın adını isnadda qatmaq özü bir biabırçılıqdır. İmam Hüseynin qətlinə fətva verən, Küfədə Müslüm İbn Əqlin qanını halal sayan bir xainin rəvayəti ilə biz dilmi öyrənəcəyik. İsnadlarda görmədim, eşitmədim məsələsi mürsəllər də çoxdur. Bu 90 yolun çoxu mürsəldir. Yəni silsilədə qırılmalar var. Məsələn, Əbu Cüheyfə rəvayətində arada adam gizlədiblər. Asim bin Əbu Nəcud bunu birbaşa Əbu Cüheyfədən eşitməyib. Riyazi olaraq bu isnad mürsəldir. Sınıq zəncirlə isə yük çəkmək olmaz. Şureyh iddia olunan bu yalancı xəbərin birinci təbəqəsində birbaşa eşidənlər siyahısındadır. Bu zındığın vəziyyəti göz önündədir. Gerisini insaf əhlinə buraxırıq. Növbəti qəhrəmanlardan biri də Əmir bin Hureysdir. Əmir bin Hureys o kəsdir ki, Hirada Əl-Xəvərnəq və Əs-Sədr adlanan bir yerə getdilər. Onlar oturub nahar edərkən bir kərtənkələ onların yanına çıxdı və onu tutdular. Əmir bin Hureys kərtənkələni götürdü. Əlini uzadıb dedi, bu adama, bu kərtənkələyə Əmir əl-Möminin kimi beyyət edin. 8 nəfər ona beyyət etdi. Sonra onu buraxaraq getdilər və dedilər, Əli ibn Əbu Talib qeybi bildiyini iddia edir. Ona görə də biz onu vəzifədən qovduq və onun yerinə bir kərtənkələyə beyyət etdik. Kərtənkələ ondan daha üstündür. Bu sözü eşidən Həzrət Əli dedi ki, Allah təbarək və təala Quranda buyurur, qiyamətdə hər kəs öz imamı ilə çağırılacaq. Və 8 nəfər var ki, onlar kərtənkələ ilə çağırılacaqlar. Onlardan biri də Əmir bin Hureysdir. Əl-Mənaqib cild 1, səhifə 420. Və üstəlik Əmir bin Hureys Həzrəti Müslim bin Əqlin öldürülməsində iştirak etmiş, İmam Hüseynə məktub yazmış, sonra onunla döyüşən zındıq nasibidir. Tarix-i Təbəri 5-ci cild səhifə 350, İbn Kəsir Əl-Bidəyə və Nihəyə 8-ci cild səhifə 167-də qeyd etmişdir. Həzrət Əliyə beyyəti pozub, Ubeydullah İbn Ziyadə beyyət edib, zadəgan kimi yaşayan məlun oğlu məlundur. Mütəvatirlik iddiası edən bir kəs bu cür nasibi Əməvi nökərinin adını siyahıya alıbsa, təəccüb edirik. Bu məlun oğlu məlunun rəvayətini necə yəqin hasil edə bilər? Axı mütəvatir yəqin hasil etməlidir. Peyğəmbərin cənnət cavanlarının ağası dediyi kəsi şəhid edən, Peyğəmbərin yüzlərlə hədisdə mədh etdiyi Həzrət Əlini kərtənkələ ilə müqayisə edən bu cür mundar oğlu mundardan dəlil gətirmək özü bu dinə xəyanətdir. Avam cəmaatı aldadıb onların haqqına girməkdir. Əmr bin Hureys və Şureyh qazızınlığı kimi bu yalancı mütəvatir xəbərin birinci təbəqə sakinlərindəndir. Tarixdə əhadislərdən biraz xəbəri olan hər kəs bu məlun kəsin xəbərini dəlil kimi gətirməsi elə bu kəsin tayıdır. Buna etibar edib mütəvatirlik iddia edən kəs Şureyh qazı kimi yalancı fətva əhli ola bilər. Növbəti qəhrəmanımız bu isnadda yer alan xəbəri yayanlardan biri də Xalid bin Sələmədir. İsnad zəncirindəki növbəti murdar
halqa Xalid bin Sələmədir. İnsan baxanda elə bilir ki, qarşı tərəf uşaq vaxtı and içilmiş ki, böyüyəndə mütləq ən qatı nasibələrdən ibarət bir komanda yığacam, nəyin bahasına olursa olsun Əbubəkir və Ömərin fəzilətlərini isbat edəcəyim. Yoxsa bu insan bu qədər kor, bu qədər qərəzli ola bilməz. Axı öz alimləriniz İbn Həcər Əl-Əsqalani, Əz-Zəhəbi özləri etiraf edirlər ki, Xalid bin Sələmə qatı bir nasibi olub. Həzrət Əliyə nifrət püskürən birinin adını rəvayət siyasına salmaq nəinki elmə, bəşəriyyətə xəyanətdir. Buyurun, Samir bəyin siqa etibarlı deyib bağrına basdığı bu zatın rəzalət mətni. İbn Həcər Əl-Əsqalani Təhzib kitabında 3-cü cild səhifə 83-84-də ravi nömrəsi 181-də belə deyir. Məhəmməd bin Həmid Cəririn belə dediyi rəvayət edib. Əl-Fəfa Xalid Əliyə nifrət edirdi. İbn Ayşə isə deyib, onun Bəni Mərvana, Əməvilərə yazdığı şeirdə Peyğəmbərə qarşı hörmətsizlik var idi. İndi mənzərəyə baxın. Adam həm Həzrət Əliyə nifrət edir, həm də pullu ağaları Bəni Üməyyəyə yaltaqlanmaq üçün Allah Rəsuluna sallallahu aleyhi və aleyh şeirlərində hörmətsizlik edir. Samir müəllim də durub bu Peyğəmbər naşükürünü gətirib bizə mütəvatir xəbərin rabisi kimi təqdim edir. Samir bəy, sizin bu mütəvatir komandanızda Peyğəmbəri təhqir edənlər, Əhl-i Beytə nifrət edənlər siqa sayılırsa, vay sizin dininizin halına. Peyğəmbərə dil uzadan, pula mala görə saray qulu olan birinin xəbəri nəinki yəqinlik hasil etməz. O xəbəri heç zibil kimi də götürmək olmaz. Sizin bu sənədiniz mütəvatir hədis yox, sanki Əhl-i Beyt düşmənlərinin şərəf lövhəsidir. Adam rəvayət yox, sanki nasibi kolleksiyası toplayıb. Növbəti qəhrəmanımız bu isnadda yer alan Seyf ibn Ömər ibn Zındıqdır. Rəvayət aləminin uydurma mühərriki, təhrif ustası Seyf ibn Ömər. Bu şəxs təkcə Cəməl və Siffin döyüşlərini yox, Əhl-i Beytin fəzilətlərini də redaktə edib tanınmaz hala salan bir zındıqdır. Bizim ona zındıq deməyimiz kimsəyə qəribə gəlməsin. Çünki bu titulu ona elə Samir bəyin öz alimləri verib. Bu adamın fantaziyası o qədər geniş olub ki, tarixdə mövcud olmayan 150 uydurma səhabə kəşf edib, bəli, adam tək başına bir ordu yaradıb və onların adından hədislər uydurub. Sanki din yox, fantastik roman yazılmış. İndi gəlin baxaq, Samir müəllimin mütəvatir komandasının bu hücumçusu haqqında öz alimləri nə deyir? İbn Məyin deyir, hədisdə onda xeyir yoxdur, zəifdir. Yəni, boş verin bu adamı. Əbu Hatim hədisi mətrukdur və əkinin nağılları kimidir. Əbu Davud o bir şey deyil, yəni ciddiyə alınacaq tərəfi yoxdur. Nəsai və Dərəqutni demişdir, zəifdir. İbn Ədi rəvayətləri münkərdir, qəbul edilməz. İbn Hibban demişdir, dürüst ravilərin adından uydurma rəvayətlər düzəldən yalancı bir zındıqdır. Hakim demişdir, o zındıqdır, rəvayətləri zibilliyə atılıb, yəni mətrukdur, tərk edilib. İbn Həcər Təhzib 4-cü cild səhifə 259-260, 517-ci ravi. İndi mənzərəyə baxın. Samir bəy gedib rəvayət aləminin baş saxtakarı sayılır. Öz alimlərinin zındıq və yalancı deyə möhürlədiyi bir adamın uydurmalarını bizə mütəvatir dəlil kimi sırmaq istəyir. Samir müəllim, sizin bu mütəvatir zənciriniz deyil, sanki tarixin ən böyük yalancıları sərgisidir. Bir zındığın uydurduğu 150 virtual sahabənin adından gələn xəbərlə din isbatlamaq uşaq nağılı ilə dövlət idarə etməyə bənzəyir. Belə zındıq ravilərdən dəlil gətirən adamın elmi səviyyəsi haqqında danışmağa belə dəyməz. Seyf ibn Ömər kimi bir ifrat saxtakarın adını siyahıya salmaq əslində bu rəvayətin nə dərəcədə çürük olduğunun ən böyük sübutudur. Növbəti qəhrəmanımız Samir müəllimin məqaləsində yer verdiyi, mütəvatirlik iddia etdiyi hədisin ravi silsiləsində yerləşən Sufyan Əs-Səvridir. Sufyan Əs-Səvri İbn İsmail Sufyanın belə dediyini yazır. Rafiziləri tərk edirəm və Əlinin fəzilətlərindən danışanlara qəlbən kin duyuram. Əz-Zəhəbi Siyaru A'ləmün Nübala 7-ci cild səhifə 253. Həzrət Əlinin fəzilətlərindən danışanlara qəlbən kin duyana Allahın lənəti olsun. Bu məlun mühəddis Əməvi xidmətçisinin rəvayəti mütəvatir xəbərin şərtlərinə daban-dabana ziddir. Necə ola bilər ki, sən Həzrət Əlinin fəzilətindən danışanlara qəlbən nifrət eləyəsən? Növbəti qəhrəmanımız Əbu Musa Əl-Əş'aridir. Mütəvatirlik iddiası ilə çıxış edən Samir bəyin növbəti möhtəşəm ravisi tarixdə nasibiliyi və münafiqliyi ilə ad çıxarmış Əbu Musa Əl-Əş'aridir. Bu şəxs Küfədə canfəşanlıqla insanları Həzrət Əliyə qarşı çıxarmağa və imamdan bəraət etməyə səsləyən baş ideolog idi. İndi gəlin görək, Samir müəllimin siqa etibarlı bildiyi bu adam haqqında səhabələr nə deyirdi? Əbu Yusuf Əl-Fəsəvi nəqlidir. Şəqiq dedi, bir gün Hüzeyfə sir saxlamaqda məşhur olan sahabə ilə oturmuşdu. Bu vaxt Abdullah bin Məsud ilə Əbu Musa Əl-Əş'ari məscidə daxil oldular. Hüzeyfə dedi, onlardan biri münafiqdir. Sonra isə işarə edib dedi,
insanlar arasında davranış baxımından Peyğəmbərə ən çox bənzəyən Abdullahdır. Yəni, o biri münafiqdir. Yəni, Əbu Musa münafiqdir. Mənbə Əbu Yusuf Əl-Fəsəvi, Əl-Mə'rifə və Tarix, 3-cü cild, səhifə 87. Təhqiq Xəlil Əl-Mənsur. Göründüyü kimi, Peyğəmbərin sahabəsi Huzeyfə ibn Yaman, nasibilərin böyük sahabə deyib başlarına tac etdikləri Əbu Musanın birbaşa münafiq olduğunu aləmə bəyan edib. Təbəri isə öz tarixində 4-cü cild, səhifə 30-35-də Əbu Musanın Həzrət Əliyə necə xəyanət etdiyini, insanları imamdan uzaqlaşdırdığını geniş yazıb. Vəziyyət o yerə çatmışdır ki, Həzrət Əli qeyrətli Mari şəşləri göndərmişdi ki, ya bu nasibinin başını bədənindən ayırsın, ya da onu Küfə sarayından iti qovan kimi qovsun. İndi sual olunur. Bu cür möhürlü münafiqin və nasibinin xəbəri nə qədər yayğın olursa olsun, hansı məntiqlə mütəvatir sayıla bilər? Axı mütəvatir xəbərin ən ibtidai şərti odur ki, orada siyasi təbliğat və qərəz olmamalıdır. Samir müəllim isə sanki münafiqlər yığma komandasına kapitan axtarırmış kimi gedib Əbu Musanı tapıb gətirib. Adamın mütəvatir dediyi siyahı deyil, sanki İmam Əli düşmənlərinin siyahısıdır. Bu cür sənədlə mütəvatirlik iddia etmək, tülküdən toyuq hinnə, keşikçi təyin etmək qədər gülünc və absurddur. Növbəti qəhrəmanımız Yəhyə bin Əyyub Əl-Bəcəlidir. Bu şəxs rical kitablarında açıq şəkildə nasibi və şamidir, yəni Şam əhlindəndir və Əməvi tərəfdarıdır. Mənbə Əz-Zəhəbi, Divanə Duafə, səhifə 431, ravi nömrəsi 4601. Mənsur bin Abdurrahman Əl-Əşəl, Məvla Bəni Üməyyə, Əməvlərin azadlısı, xidmətçisi. O, Əməvi hakimiyyəti dövründə rəsmi vəzifəyə və ya onlara yaxın mövqedə olmuşdur. Mənbə Əl-Buxari, Ət-Tarixul Kəbir, 7-ci cild, səhifə 343. Muhammed bin Hənəfiyyə, Munzir Əs-Səvri rəvayətlərində. Məhəmməd Hənəfiyyə özü əhl-beytdən olsa da, onun adına uydurulan və Yezid bin Muaviyyəni müdafiə edən rəvayətlər Munzir Əs-Səvri vasitəsilə Əməvi təbliğatının əsasını təşkil etmişdir. Mənbə İbn Kəsir, Əl-Bidayə və Nihəyə, cild 8, səhifə 233. Bəli, daha sonra mən adi bir müsəlmanam təvəzzükarlığı. Rəvayətlərin bir variantında Əli əleyhissalam deyir ki, mən sadəcə müsəlmanlardan biriyəm. O üstünlər siyahısında yoxam. Yəni, Həzrət Əli deyir ki, bu ümmətin ən üstünü Peyğəmbərdən sonra Əbu Bəkirdir, Ömərdir, istəsəm üçüncünün adını da çəkərəm. Məhəmməd bin Hənəfiyyə Həzrət Əliyə sual verir ki, bəs sən o siyahıda varsanmı? Əli əleyhissalam da deyir ki, yox, mən o siyahıda yoxam, mən adi müsəlmanlardanam. Belə bir nağıl uydurublar. Yaxşı, bəs Quranın mübahilə ayəsində Allahın Peyğəmbərin nəfsi adlandırdığı şəxs kimdir? Vilayət ayəsində namaza zəkat verən və möminlərin vəlisi elan edən kimdir? Peyğəmbərin qədərxumda mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır dediyi şəxs sadəcə adi bir müsəlman ola bilərmi? Həzrət Əli əlbəttə təvazökar idi, amma Allahın ona verdiyi məqamı inkar etmək təvazökarlıq deyil, həqiqəti gizlətmək olardı. Əli isə haqqın özüdür. Niyə belə rəvayətlər uydurulub? Bu rəvayətlərin çoxu Əməvilər və Abbasilər dövründə Əli tərəfdarlarının artdığı bir vaxtda ortaya atılıb. Məqsəd sadə idi. Baxın, sizin rəhbər tutduğunuz Əli özü deyir ki, mən sizin ağalarınızdan aşağıyam. Təbii ki, bu bir uydurmadır. Osmanın qatilləri və İmam Əlinin mövqeyi. Məqalədə deyilir ki, güya Əli üçüncü olaraq Osmanı deyərdim deyib. İndi gəlin, real həyata baxaq. Cənazə boykotu. Əli əleyhissalam Osmanın cənazə namazını qılmadı. Heç qatılmadı da. Osmanın nəşi Yahudi qəbristanlığında dəfn olundu. Günlərlə ortalıqda qaldı. Kəvkəbdə, yəni Yahudi qəbristanlığında gizlincə bastırıldı. Əgər imam onu üçüncü xeyirli saysaydı, ümmətin ağsaqqalı kimi, imamı kimi onun nəşini yerdə qoymazdı və Yahudi qəbristanlığında bastırmağa qoymazdı. Həzrət Əlinin Osmanın qatillərinə vəzifə verməsi. İmam Əli hakimiyyətə gələn kimi Osmanın əleyhinə olan, onu öldürənlərlə çiyin-çiyinə verdi. Məhəmməd bin Əbu Bəkiri Misrə valid göndərdi. Hansı ki, Məhəmməd bin Əbu Bəkir Osmanın evinə hücum edən, qiyam edənlərdən və onun saqqalından tutanlardan biri idi. Əgər Osman ən xeyirli idisə, imam niyə onun əleyhdarlarını yanında saxlayıb onlara vəzifə verdi? Bu məntiqsiz deyilmi? Qarşı tərəfin 90 dənə uydurma yolunu Səhih Müslümün bircə dənə hədisi darmadağın edir. Ömər özü İmam Əli əleyhissalama və Abbasın qarşısında deyir ki, siz Əli və Abbas, Əbu Bəkiri və məni yalançı, kəzzab, günahkar, vəfasız, xain hesab etdiniz. Mənbə Səhih Müslüm 1757 nömrəli hədis. İndi sizdən soruşuram. Bir adam həm minbərə çıxıb bunlar ən xeyirlisidir deyib, həm də onların üzünə siz xainsiniz deyə bilərmi? O necə mütəvatirdir ki, Ömərin özü belə bu şeydən xəbərsizdir və Əlini onlara xain saymaqda ittiham edir. Daha sonra
Səhih Buxaridə 3699 nömrəli hədisdə qeyd edilir ki, Əli əleyhissalam Ömərin üzünü görmək istəmirdi. Ona qarşı nifrət hissi duyurdu. Deyirdi ki, mən Ömərdən nifrət edirəm, o mənim yanıma gəlməsin. Və nəticə budur ki, nifrət etdiyin, haqqını yediyini düşündüyün adamı çıxıb minbərdə tərifləmək İmam Əlinin şücaətinə və dürüstlüyünə sığarmı? Əlbəttə ki, yox. Samir Firdovsuoğlunun çıxışlarının birində belə bir fikir irəli sürmüşdür. Əgər filan kəs nasibidirsə, niyə Əhl-i Beytin fəzilətini rəvayət edib? Samir bəyə deyirik ki, bir ideologiyanı məhv etməyin ən asan yolu onu inkar etmək deyil. Onun içinə daxil olub başqa cür danışmaqdır. Əgər mən desəm ki, Əli heç kəsdir, mənə gülərlər. Amma desəm ki, bəli, Əli böyükdür, o bu fəziləti deyəndə Peyğəmbər əslində bunu nəzərdə tutmurdu, mən artıq Həzrət Əlinin ən böyük düşməninə çevrilirəm. Nasibi rabilər Həzrət Əlinin fəzilətini nəql edirlər ki, həmin fəzilətin sahibi kimi tanısınlar. Əgər sən bir mövzunun eksperti olmasan, o mövzu haqqında verdiyin hökmə, məsələn, Əli əleyhissalam xəlifəliyə layiq deyildi hökmünə, kimsə inanmaz. Onlar fəzilət danışırdılar ki, İmam Əlini hamıdan yaxşı tanıyıram, imici yaratsınlar və sonra vurduqları zərbə öldürücü olsun. Bəzi hadisələr var ki, onları gizlətmək günəşi palçığa sıvamaq kimidir. Məsələn, Xeybərdə hamı gördü ki, qapını Əli açdı. İndi Əbu Hüreyrə bunu inkar etsəydi, sən o vaxt orada deyildin, yaxud sən korsan deyərdilər. Onların fəzilət nəql etməsi Əli sevgisindən deyil, yalancı çıxmamaq qorxusundandır. Samir bəyə deyir ki, bir nasibinin Əli haqqında hədis deməsi, bir müttəhimin məhkəmədə prokurorun əlindəki təkzib olunmaz dəlilə hə elədir deməsi kimidir. Bu müttəhimin ədalətli olduğunu göstərmir. Sadəcə başqa çıxış yolunun olmadığını göstərir. Nasibi ravilər Əlinin əleyhissalam bir dənə fəzilətini nəql edirdilər, amma eyni kitabda başqaları üçün 10 dənə uydurma fəzilət yazırdılar. Məqsəd nə idi? Əlini tam inkar etmək yox, onu sıradan bir qəhrəman səviyyəsinə endirmək. Deyirdilər ki, bəli, Əli qəhrəmandır, amma filan kəs ondan daha çox namaz qılırdı. Əgər fəzilət heç deməsəydilər, bu müqayisəni apara bilməzdilər. Onlar fəziləti nəql edirdilər ki, Əhl-i Beyti o birilərlə eyniləşdirsinlər, sonra da o biriləri daha üstün elan etsinlər. Tarixdə elə dövrlər olub ki, Əhl-i Beyt tərəfdarları güclənib. Saray rabiləri hər ehtimala qarşı öz arxivlərində bir-iki dənə fəziləti saxlayıblar ki, sabah vəziyyət dəyişsə, baxın, mən də Əli haqqında yaxşı danışmışam deyib cəmaatı canlarını qurtarsınlar. Bu bir növ siyasi sığorta idi. Onların fəziləti Allah rizası üçün yox, xalqın və tarixin qəzəbindən qorunmaq üçün nəql edirdilər. Samir bəy, sizin bu məntiqinizlə gərək Fironun cadugərləri də Musanın tərəfdarı sayılsın. Çünki onlarda Musanın möcüzəsini hamıdan yaxşı görürdülər və təsvir etdilər. Amma fərq ondadır ki, biri var həqiqəti görüb ona təslim olmaq, biri də var həqiqəti görüb onu öz çirkin məqsədlərin üçün istifadə etmək. O rabilər Əli haqqında hədisləri boyunlarındakı elmi və tarixi yükdən dolayı deyirdilər. Amma eyni adamlar gəlib Əhl-i Beytin qatillərindən maaş alırdılar. İndi biz onların məcburiyyətdən dediyi sözə inanaq, yoxsa öz istəkləri ilə seçdikləri nasibi həyatına. Şeytan da Allahın təkliyini hamıdan yaxşı bilir və bunu hamıya deyir. Amma şeytanlıqdan əl çəkmir. Sizin argumentiniz elə şeytanın mənim təkliyi nəql etməyim möminliyimə dəlildir deməsi kimidir. Və yekun sözümüz budur ki, bu 90 yol söhbəti Əməvi saraylarında uydurulub, Şəbi və Şüreyh kimi adamların əli ilə yayılıb, riyazi olaraq bu yolların hamısı mənasız təkrardır. Səhih Müslimdəki xain və kəzzab ifadəsi olduqca heç bir saxta silsilə həqiqəti dəyişə bilməz. İbrahim Əs-Saduq olaraq deyirəm ki, həqiqət birdir, yalan isə 90 donda gəlsə də yenə də yalandır. Və qeyd etməliyik ki, vaxt darlığından biz hələlik yalnız bu ravilərin tərcümə halını araşdıra bildik. Əgər bir qədər dərindən qassaq, bu rəvayət zəndirindən neçə Əməvi xidmətçisi və nasibi çıxacağı gün kimi aydındır. Bir yığın nasibi xəbərini üst-üstə qalayıb, buna mütəvatir hədis etiketi yapışdıranlara isə sadəcə bir sözümüz var. Allah sənə insaf versin, əgər buna layiqsənsə. Yox, əgər məqsədin elm yox, həqiqəti boğmaqdırsa, o zaman Allah səni qiyamət günü nasibi yığma komandası ilə birlikdə məşhur etsin. Çünki haqq birdir, sarsılmaz. Və Samir müəllimə də məsləhətimiz budur ki, mütəvatirlik iddiası edəndə siyahadakı adamların maaş kartına baxsın. Çünki bu rəvayətlərin hamısının müraciət ünvanı Peyğəmbər minbəri yox, Bəni Ümməyyə sarayıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.